Salam dostlar. Günümüzdə artıq çəki bir çox insanlar üçün ciddi bir problemdir. Artıq çəkinin olması insanlarda ürək problemi, oynaq problemi, mədə-bağırsaq problemləri və sair kimi əlamətləri özündə biruzə verdirir və artıq çəki ilə mübarizə artıq dünyada standart olaraq bariatrik cərrahiyyənin üzərinə düşür. Günümüzdə isə insanlar bəzən mədə kiçiltmə əməliyyatından qorxurlar. Ay, mədəmi kəsdirsəm pis xəstəliklər və sair yarana bilərmi doktor deyə suallar ünvanlayırlar və bəzən isə artıq çəkisi ola-ola insanlar mədə kiçiltmə əməliyyatından qorxduqları üçün abdominoplastika əməliyyatına müraciət edirlər, fartuq götürdürürlər. Fartuq götürdürülməsi artıq çəki ilə mübarizə yöntəmləri siyahısına daxil olmayan bir əməliyyat formatıdır. Artıq çəki olan insanlarda günümüzdə standart olaraq artıq bariatrik cərrahiyyə və bariatrik cərrahiyyənin içində mədə kiçiltmə və digər əməliyyatlar məcmuəsi toplanmışdır. Xəstənin vəziyyətindən, keçirdiyi əməliyyatlardan, bədən çəki indeksindən, şəkərin olub-olmasından asılı olaraq icra olunan əməliyyatlar müxtəlifdir. Daha çox icra olunan günümüzdə mədə kiçiltmə əməliyyatıdır ki, buna siliv qastrektomiya deyilir və bizim xəstəmiz də 44 yaşında artıq çəkisi olmasına rağmen abdominoplastika əməliyyatı illər öncə elətdirib. Buna baxmayaraq xəstədə təkrarı çəki artıqlığı və abdominoplastika əməliyyatının nəticəsinin arzu olunmaz formada biruzə verməsi müşahidə olunur. Bu baxımdan xəstə təkrar bizə müraciət etdikdə artıq çəkinin olmasını və abdominoplastika nəticəsini göstərdikdə biz xəstəmizə mədə kiçiltmə əməliyyatını tövsiyə elədik və xəstəyə mədə kiçiltmə əməliyyatını laparoskopik olaraq icra etdik. Bu günləri xəstəmizə bir gün keçib əməliyyatımızdan və kontrastlı rentgenskopiya müayinəsi apardıq. Xəstə dünən mədə kiçiltmə əməliyyatı olunub. Görürsünüz. Buradan artıq mədəyə keçiddi. Kontrast gəldi mədənə. Doğru qurtumlarla Qoyduğumuz klipləri gördük. Burada 2 dənə mədənə fundus nahiyəsi. Və mədənin boru formasında olduğunu görürük. Artıq başbarmaq varsa keçid. Heç bir kənar sızma yoxdur, əsas qorxulu yerlər buralardır. Mədə gəldi, boru var, keçdi. 12 barmaqlar sonra keçdi. Əla, qəşəng. Daha ki, bağırsaqlar doldu, buradan heç sızıntı görsən, qəşəng. Və müayinədən sonra xəstəmizin özünün də dilindən öz sözlərini eşidək və xəstə məmnuniyyətini gördükdən sonra bu bizi də daha da fərəhləndirir və işimizi davam elətdirməkdə bizə sövq verir. Xanım xəstə 44 yaşında artıq çəkidən əziyyət çəkirdi. Bədən çəki indeksi 35-in üzərindədir və bu artıq çəkidən mübarizə yöntəmlərinin bir neçəsinə baş vurmuşdur və effekt almadığı üçün təkrar bizə müraciət etmişdir. Dünənləri xəstəmizə siliv qastrektomiya, yəni mədənin boruvar rezeksiyası əməliyyatını icra etmişik. Hal-hazırda xəstəyə kontrast rentgenskopiya elədik, kontrol mədənin yoxlanılması üçün hər şey qaydasındadır. Artıq xəstəmizə bugündən sulu qidalara başlayacağıq. Diqqətiniz üçün sağ olun, buyurun siz də sözlərinizi demək istəyirsiniz. Mən həkimə güvənərək gəlmişəm, çünki bu birinci deyil, həkimin elədiyi əməliyyat. Ən yaxın rəfiqəm eləmişdi əməliyyatını və çox gözəl nəticə alındığına görə güvənib mən doktorun yanına gəldim. Çox sağ olun. Əgər sizdə və yaxud yaxınlarınızda artıq çəki problemi varsa, nədən əziyyət çəkirsinizsə, videonun altından şərh bölümündən yaza bilərsiniz. Mən doktor Ramil Nadirov sizin suallarınızı cavablandıracağım.